Neftin qiymətinin aşağı düşməsi əslində pis haldır, amma bu faktın yaxşı tərəfi də var. Məsələn, iqtisadiyyatında daha çox neftin qiymətinə bel bağlayan dövlətlər yeni vəziyyətdə başqa imkanlar axtarırlar. Son bir həftənin kredit qurultusunu da müəyyən mənada neftin ucuzlaşması ilə bağlayıram. Ona görə ki, dövlət yeni şəraitdə öz təsərrüfatına necə deyərlər yenidən baxır, görsün ki, harada nəyi var, öz içində təftiş aparır. Tutaq ki, ailədə iki işləyəndən biri gəlir gətirmir ya da az gətirir. Bu zaman ailə üzvlərindən kimsə pulu gizlədirsə, bu ən azı sədaqətsizlikdir. Və bugün ailə üzvlərinin bir neçəsinin dövlətə verməli olduğu məbləğ 1 milyard manata yaxındır. Borc qaytarılmalıdır və salam. Burada anlaşılmayan bir şey yoxdur. Anlaşılmayan bilirsiniz nədir? Cəmil Həsəninin çıxışı. O qəflətən kreditə görə saxlanılanların hüquqlarını qoruyacağını bəyan edir. Bax o, bəs axı professor hələ dünənədək talamasyon deyirdi. Dövlət də bu saat elə onun istədiyini deyir axı. Dövlətdən külü miqdarda borc alıb qaytarmaları tənbih edir. Bu vaxt Cəmil Həsəni dövlətin yanında olmalı deyildi. Borcları gəlincə isə, məyər bilmirdilər ki, bir gün deyəcəklər yediyini qaytar və bu o qədər də xoşa gələn prosedur olmayacaq. Baş verənləri iş adamlarına təzyiq kimi yozmaq istəyən fürsətçilərə prezident əla cavab verdi. Azərbaycan dövləti özəl sektoru dəstəkləyir. Mən Azərbaycan iş adamları ilə mütəmadi qaydada görüşlər keçirirəm, onlara öz siyasi dəstəmi verirəm. Yeganə onlardan tələbim ondan ibarətdir ki, onlar öz işini qanun çərçivəsində təşkil etsinlər və belə olan halda heç kimin problemi olmayacaq. Azərbaycanda hüquqi dövlət qurulur və bütün məsələlər qanun çərçivəsində öz həllini tapmalıdır.